Salam dostlar. Bu videoda mən sizə dəniz sahilində olmayıb, şəhərdən çox da uzaqda yerləşməyən, amma yaşayışa yararlı, nisbətən daha doğrusu yararlı olan 3 qəsəbə haqqında danışacağam. 1. Əmircan qəsəbəsi. Əmircan qəsəbəsi müəyyən qədər diqqətdən kənarda qalır. Ərazisi çox da böyük deyil. Amma aeroport şossesindən çox da uzaqda da yerləşmir. Ərazisi şəhər tipli qəsəbə gedir, çünki ərazisində şəhər infrastrukturu var. 6 dənə məktəb yerləşir, Azərsur Arena burada yerləşir, çoxlu sayda burada müəssisələr də var. Xüsusən də Bülbülə gölünün sahilində yerləşir. Bunu da qeyd edim ki, Bülbülə gölünün infrastrukturunun yaxşılaşdırılması ilə bağlı artıq planlar mövcuddur. Gələcəkdə Bülbülə gölünün ətrafı abadlaşdırandan sonra burada qiymətlər daha da artacaqdır. Üstəlik, məsələn, Zabratda kimi, Biləcəri, Sulutəpə, Binə qəsəbəsindəki kimi burada çoxlu sayda sıx məskunlaşma yoxdur. Yəni əhali kontingenti daha çox elə keçmiş özünün əhalisidir. İkinci, elə onunla birlikdə, yəni bu sözlərim bu qəsəbəyə də aiddir, Bülbülə qəsəbəsidir. Bülbülə qəsəbəsi demək olar ki, aeroport şossesinin kənarında yerləşir. Həm də eynilə yenə də eyni adlı Bülbülə gölünün sahilində yerləşir. Əmircan kəndinin qəsəbəsinə dediklərim eynilə Bülbüləyə də aiddir. Burada sıx digər qəsəbələr kimi sıx məskunlaşma. Üçüncü deyəcəyim ki, müəyyən qədər sürpriz ola bilər, ancaq bu Xocahəsən qəsəbəsidir. Xocahəsən qəsəbəsi Biləcəridən sonra yeganə qəsəbədir ki, ərazisində metro xətti yerləşir. Və burada bu Sədrək yolu vasitəsilə, yeni çəkilmiş Sədrək yolu vasitəsilə həm Sədrək, həm Bina bazarlarına və oradan da Bakı-Qazax magistralına çox rahat bir çıxış əldə edir. Bir tərəfdən də əlbəttə ki, bu Şamaxınkaya oradan rahat gəlmək mümkündür. Xocahəsən özü də Xocahəsən gölünün ətrafında yerləşir, eyni adlı gölün ətrafında yerləşir. Eyni ilə Bülbülə gölündə dediyi kimi Xocahəsən gölünün də infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir plan var. Əgər o baş tutarsa, bu ərazidə daha da dəyərlənəcəkdir. Ona görə də çox uzağa getmədən bir şey deyim ki, bu 3 qəsəbədə də çox da sayda torpaq və həyət evi satışa çıxarılmır. Amma çox uzağa getmirsinizsə, getmək istəmirsinizsə, bu 3 qəsəbə hər zaman diqqətinizdə olsun.